Hərbi prokuraturadan danışıb, Oğraş Gədənin qurumundan, Kəlbəcərdəki qurumundan danışacağım. Baba, üzünə baxanda nəyə oxşuyur? Üzünə baxanda nəyə oxşuyur? Normal adam oxşuyur. Amma iki poxdur, pox. Ancaq Müdafiə Nazirinə, ancaq böyüklərə, yekələrə qız daşımaq işinə məşğuldur bu. Bütün Müdafiə Nazirliyi bunu bilir, and olsun Allaha. Kəlbəcərin hərbi polis rəisi polkovnik leytenant Orxan Rüstəmov ailəlidir, 4 uşağı var. Atası Suka, rəisin, polisin Sukası olubdur, gəbəribdir. Anası isə sağdır, ailəsinlə bir yerdə qalır. Göygöl rayonundandır əslən bu Peysər Köpəyoğlu, Peysər Kəlbəcərin hərbi polis rəisi. Kəlbəcərə hərbi polis rəisi 2 ildən artıq, 2 il yarımdır Kəlbəcərdə hərbi polis rəisidir. Kəlbəcərin hərbi polisində 60-dan çox gizir, maxi, yəni hərbiçilər var, gizirlər, maxilər. 60 gizirin, maxinin 30'unu 2 il yarım ərzində qovaladı. Gizir, maxiləri təhris etdi ya da quru qoşunlarına perevod etdi. Həmən bu polkovnik leytenant anası arvadı Qəhbə Orxan Rüstəmov, təhqiqat rəisi Elmir və bölgə prokuroru ilə, qarnizon prokuroru ilə əlbir olaraq bütün hərbi qulluqçuları sıxışdırır, hamısının pulunu alır, şərləyir, sıxışdırır, izahat yazdırır. Sən buna belə söyüş söydün, sən buna yumruq qıcadın, sənin texnikan vaxtında kodlanmadı, sən nədim gec gəldin, sən nədim bunun qızına qaş göz eləyib bişsən. Cəmaata divan tuturlar, hamının pullarla alırlar. Hərbi polisə təzə girib biş kimi pul verməlisən. Verməyənlərin hamısını sıxışdırdı. Hərbiçiləri Elmir tutub, təhqiqat rəisi tutub hamını izahatını alır, qorxudur və rəis qəbul edir. Polkovnik leytenant Orxan Rüstəmov. O da biraz sıxışdırır, səni rədd eləyəcəm, təhris eləyəcəm, cinayət maddəsindən məhkəməyə verəcəm. Baxır da işimin həcminə. Biraz yekə işdirsə məhkəmə ilə, biraz balacadsa prokuratura ilə, biraz da laf balacadsa təhqiqatdan, şərəf məhkəməsi, nə bilim, nə məhkəməsindən. Axırı ki, pul çıxsın, pul. Tabiçiliyində olanları yolurlar. Pul aldıqlarını bağışlayırlar güya, pul almadıklarında təhris edirlər, cinayətçi qaldırıb çıxardırlar. Hərbi polisin rəisi polkovnik leytenant Orxan Rüstəmov, yəni Kəlbəcərin hərbi polisinin rəisi Orxan Rüstəmov, rəis təyin olunan kimi Kəlbəcərə 2 ildən artıqdır ipoteka ilə ev götürmüşdü. Bilirsiniz, ipoteka 20 il, 30 illik verirlər. Təsəvvür edin, 2 il ərzində ipotekanı bağladı. Təzdən yenə 2 dənə ipotekaya ev götürdü. Adam ipoteka ilə pul ev götürür ipotekaya, ayda 500 verəcək də. Bu uğraşın maaşı nə qədər olasın? Bu olsun 2000-2200. İpoteka ilə götürdüyü evin pulunu 20 ilə yox, 30 ilə yox, 2 ilə bağladı. Səndən 2 dənə də ipoteka ilə ev götürdü, evlər də verdi kiraya. Kiraya. Adam mənzil biznesindən məşğuldur. Adam hərbi polisin rəisliyi qalıb qıraqda, adam ancaq maklerlikdən məşğuldur özdə Bakı şəhərində. Hani Dövlət Təhlükəsizlik Xidmət Naziri bu arvadı cırıq Əlin Ağayev? Hani xarici kəşfiyyatın rəhbəri müğənni Dallağı yalayan Orxan Sultan? Hani bu Müdafiə Naziri 8 arvadlı hümrüz, vağzal süpürgəsi boyda bığ saxlayan, cırıq oğlu cırıq Müdafiə Naziri Zakir Həsənov hara baxır? Hara baxır o arvadını Əlin Ağayevin altına soxan baş prokuror Kamran Əliyev hara baxır? Hara baxır hərbi prokuror? Hərbi prokurora buradan barmağını silkələyirəm. Təzə hərbi prokuror Bəhruz, sən deyirəm ha, Bəhruz, bəhbəhdən səni bir tər eləyərəm. Dərhal, Kəlbəcərin hərbi prokurorluğu, qarnizon prokurorluğu, dərhal oranın hərbi polisini araşdırsın, görsün ki 60 nəfər müddətdən artıq hərbi qulluqçusunun 30 nəfərini niyə rədd eləyibdir? Dərhal araşdır. Bəhruz, həmişə Bəhruzu burada tərifləmişəm, hərbi prokuroru. Mən biləcəm orada araşdırma gedib getməyibdir. Mən biləcəm oradakı vəziyyət nədir, nə deyil, bir həftədən sonra ya Bəhruzu burada yenə tərifləyəcəm, həmişəki kimi, ya da Bəhruzun ölüsü dirisi qalmayacaq. Aldığım məlumata görə Kəlbəcərin hərbi polis rəisinin qohumlarının ailəsinin adına obyektlər var. Araşdırılsın, mən də araşdıracağım. Tabiçiliyində olanlardan 50 manat pul yığır hər ay. 60'dan çox tabiçiliyində olanların 50 manat verməsi nə eləyir? 3000 manat əlavə pul deməkdir. Tabiçiliyində olan gizir maxilər isə kredit, borc, faiz içində boğulur. 2 il ərzində 60 işçisinin 30'unu təhris etdi və ya quru qoşunlarına perevod etdi cinayət maddəsindən. Hərbi polisin ən baş rəhbəri General Mayor Ergün Əliyevdir. Zakir Həsənovun oğlunun dostu deyirlər, amma əslində isə Zakir Həsənovun oğlunun arvadına basandır. Üstəlik də Zakir Həsənova qız daşıyandı, bəyək göstərdim şəklini. Deməli, kimsə generalın yanına getmək istəyəndə həmən onun qarşısını kəsirlər. Baba, bu generalın yanına kimsə gedir şikayətə, kimsə bunun qəbuluna düşənmir. Hamının regionlardan daşıyıb gətirdiyi qızların döşünü başını yoxlayır, mıtığını yoxlayır, axı nazirin altına göndərəcək. Vaxt tapır, yəni belə qadın qız alverindən vaxt tapıb, valideynləri qəbul eləyəmir bu petuğa oxşar gədə. Bu mənim qarmağıma keçdisə, bunun ölüsünü, dirisini dombaldacam, hələ belə səbirli olun. Mənim dur Kəlbəcərdə it qoalayan, polkovnik, leytenant, it qoalayan vaxtım yoxdur. Mən birbaşa başında duran anasını dombaldıram. Orxan Rüstəmov özünü xan ağa kimi aparır. Hərbi isə komandirləri ondan qorxub çəkinir. Hərbi hissə komandirləri və əlahiddə bölmə komandirlərini hərbi polisin rəisi Orxan Rüstəmov tasa otuzdurubdur.
Əlavətdə bölmə, hərbi hissə komandirləri, əlavətdə bölmə komandirləri pul verirlər, patent verirlər. Çünki arxası güclüdür.